Sevgili akşamınız xeyir olsun. Sabah Qarabağ oyunları olan mətbuatı translasiyonlarımızın öncə Qurban müəllim ilerlemesi daha sonra sorularız. Akşamınız xeyir olsun. Sağolunlar deyince, ikinci rəqim təbrik edirəm. Yaxşı qalib tədbirlərlə. Oyuna gəldikdə, bilməm, belə nəticəmizdən təqdim ediliydim, gözləyirdim. Çünki komandanın hərfindən artıq büyük güç sərf edib sonraki yəni çəkilmədə iştirak edib həm oyunlar, həm psixoloji, həm fiziki və bəzi futbolçuların meydanın tam hazır olmaması yəni bunları görüldük. Biraz neçə kontraktlarımız oldu, hansı zərərləş bırakmışdı. Bundan biraz xəstələnmişdi. Bir neçə vaxtlar oldu, amma hər halda bunlar fərq deyil. Amma bu oyun yəni ki, bizə böyük bir fayda verəcək. Çünki biz həm müstəqil oynanaq rəqibində rəqibin gücünü tam gördük və onların bu iki istəyini əvvəl bildirmişdik ki, çox ciddi hazırlaşan bir komanda gəlir, çox ciddi hazırlaşan bir rəqib gəlir üzərində. Və belə tarixli təlimlərdən əlbəttə ki, çox fantastik güclər. Ümumiyyətcə yaxşı atmosfer vardı, bəzi futbol havası var idi. Buna da inşallah hələ 2 gün sonra Kəbərdə oyunumuz var, çalışılarında yanlaşmalı, baxmayaraq ki, komanda budur, əzilib, çox yorulur. Amma hər bir halda inşallah hazırlık edir. Buyurun abi. İlk Montier'in ilkin olarak durumu necədir? Bir də Montier'lə bağlı danışmışkən, sanki onun meydanı tərk etməsindən sonra məcburiyyətdə meydanda tam başqa Qarabağ gördü. Əvvəlki Marko fərqli Marko idi, bu gün meydan çox sayı top itkilər vardı ortada və bu sanki sabahın əlində işləmiş oldu. Həlledici məqam kimi həmin əvəz etməyi göstərmək olar mı məcbur əvəz etməyi? Marko'nun durumu da maraqlıdır, bu qədər eniş yaşanması sonralar. Marko dünən məşqin əvvəl dərəcədə aldı. Biraz riskli olmayan çıxması da və o cümlədən elə Montier'in də əvvəl məşqlərinə diqqət etmişsiniz. 3-4 gündən bir meydanı bırakmaq biraz hal-hazırda böyük bir riskli. Biz bu addımı atdıq. Çünki hələ öz fizik formasından biraz uzaqdır. Həvəsli, istəklidir, məsuliyyətlidir, amma 3 gündən 4 gündən oynamağa şərtləması deyil, əlbəttə, arazdan sonrasında da xeyli güc sərf eləmişdi. Ümumən deməzdim, həmin sınma nöqtəsi oldu, amma bu cür futbolcu meydanda olması və sonradan Markonun da meydana girməsi, onun da meydana olması bunun bir avantajı var bizim üçün. Amma belə qabiliyyətli usta futbolcuların meydanda olması əlbəttə hansı bir bəzi çalışmazlıqlara gətirib çıxarır. Hər bir halda məlum olur. Kimdəsə səhv axtarmaq istəmirəm, kimdəsə hansı bir çalışmazlıq demək istəmirəm. Buyurun Mehmet, sağ ol. Yoksa çok sağ var. Qurban müəllim, artıq sabahın oyunlarını görmüşdünüz. Bu gün də dediniz ki, artıq gücünə bələd olduq rəqibi. Qarabağda uzun illərdir davam edən hegemonluq da göz önündədir Premier Ligada. Amma bu oyundan sonra sizin ürəyinizdə bu il çempion dəyişəklər ehtimalı daha qüvvətli oldu mu, yoxsa necə düşünürsünüz? Yəni, məndə hər belə bir fikir var. Gerçi, biz dünya praktikasına baxsaq, bir yer ancaq bir nəfər üçün yerdir. İstənilən dəyişikliklər ola bilər. Bugün də qarşımızda ən böyük işlər görmüşdük. Hansı gələcəyə böyük yatırım sərf edən, gerçi gələcəyə böyük planlar olan bir yol var qarşımızda. Bunlardan nəticəmiz gözləməliyik. Dediyim kimi, bizim ancaq xeyli oldu. Daha da ciddi, daha da diqqətli olmalı. Amma çox yaşlıqlar. Buyur da. Qurban müəllim, uzun illərdir Qarabağda çalışırsınız. O Qarabağın ki,
hər il Avropada, beynəlxalq turnirlərdə öz sözünü deməyi bacaran bir Qarabağın baş məşqçisiniz. Ona görə bu mənada sizin fikirləriniz Azərbaycanın futbol işlərinə maraqlı ola bilər. Bu sabah, əzmkar sabah bu heyətlə Avropada nəyəsə nail ola bilərmi? Yəni öz sözünü deyə bilərmi? Bizim üçün maraqlıdır. Yəni çox. Bizim bu heyəti götürsək, bəlkə bugünkü sabahı götürsək, bəli. Əgər bugün çempionluq oyunu varsa, çempion olmağa layiqdirlərsə, niyə də Avropada o oyunu göstərməsinlər, o nəticəni verməsinlər və yəni, biz hamımızla sevinərik və inanırıq da həm Avropa təcrübəsi olmuş məşqçiləri var, həm yaş kollektivi var və həm özləri neçə ildə Avropada yaxşı olmağı göstərdilər və məncə çox belə addım çox yaxşı işlər görürlər. Təşəkkür edirik. Çox sağ olun. Sağ olun.